Bunlar, bu cütlüklər özləri bu prosesdən keçməli deyilmi? Yoxsa bilmirəm, daha kömək olsa daha tez keçər, yoxsa Bəli, daha tez keçər elə? bəli, bəli, əlbəttə. Bəs belə deyim də, mən çox vaxt bu sualı verirəm. Onların belə deyək də karmik öz şeylər, belə deyim də, bir-birindən qarşılaşması, münasibətləri, ailə münasibətləri, bunların bir yerdə həll eləməsi daha doğru deyilmi? Yəni belə deyim, faktiki olaraq bu yolu keçməlidirlər də onlar. Qızlar yoldaşların seçəndə, ailə quranda, bilirsiniz, model deyilən bir şey var, gözünün qabağında olan model. Atalarına uyğun ola bilsin, seçim eləyirlər. Ola bilsin, ailədə olan münaqişəyə uyğun fikir verir ki, məsələn, məndə belə olmayacaq. Aha. Bəli. Qəbul eləmir. Qəbul etmir ailədəki vəziyyəti və başına belə bir fiks ideya qoyur və Ki, seçimin məndə belə olmayacaq. məndə belə olmayacaq. Elə onda elə həmən şeydə təkrar olunur. O düzgün yanaşmamasından irəli gəlir. İndi əslində mən dedim, amma əslində də bir tərəfdən də razılaşıram ki, bu prosesi daha da sürətləndirmək olar. Bəli, Yəni aydınlaşdırırsan. niyə bu prosesdə illərlə sən bu şeyi keçəsən, həm də ki, əslində mən bilirəm bunu daha çox dövlət proqramı səviyyəsində eləmək olar. Çünki bu cütlüklərin boşanmasının qarşısını almaq olar. Bəli, əlbəttə. Nə qədər qarşısını almaq olar, nə qədər şeyləri həll etmək olar. Baxın, mən Nailə xanım, çox qadınları görürdüm də, yəni yaxınımızda olan qadınları demək istəyirəm, hansı ki, hamiləlik dövrünü keçirlər. Hətta hər şey yaxşı olsa belə, müəyyən bir görürsən ki, nəsə depressiv hallara düşürlər də, yəni. Yəni bu nə ilə əlaqədardır? Depressiya əslində xəstəlikdir. Xəstəlik. Bəli, depressiya xəstəlikdir. Bəli, depressiya xəstəlikdir və bu müalicə olunan xəstəlikdir. Depressiyaya düşməmək üçün bizdə testlər keçirilir. Hamiləliyin hansı növün keçirilir qız. Və bunların arasında 5 növdən biri eyforik tip var. Və daha çox eyforik tipdə hamiləlik keçirdən qızlar ona məruz qalırlar. Onların arasında bu çox rast gəlinir. Bir də depressiya üçün risk zonası sayılan bəzi şeylər var. Onlardan da biri, ən vacibi, ola bilsin, hətta fizioloji, məsələn, xanımın hansısa bir xroniki xəstəliyi var. Onların nəticəsində dəmir defisitli anemiya da onu gətirir. Bəli, bunlar hamısı gətirir. Bizim beynimizdə fizioloji proseslər gedir depressiya vaxtı. Təkniyə patoloji vəziyyət yaranır və ona görə bu xəstəlikdir sayılır. Və bütün bu defisitləri ona gətirib çıxarda bilər. Ondan sonra ailədə bu hamilənin kiminləsə münasibətinin normal olmadığı, gərgin vəziyyət olduğu, yoldaşı ilə mi, hansısa bir ailə üzvü ilə mi və ona görə də bir də ki, perfeksionistlər var. Hər şey ideal olmalıdır. Bəli. Onların da arasında daha çox meyllidirlər depressiyanın yaranmasına, gətirir, çıxardır. Onlar nəsə düz getməyəndə şeydirlər? Bəli, onlar hər bir şey istəyirlər ideal olsun. Hər bir şey istədikləri kimi olmadıqda və onlar buna daha çox məruz qalırlar. Bir də ki, baby blues deyilən bir vəziyyətlə depressiyanı çox vaxtı ayırd etmək vaxtında düzgün lazımdır. Depressiyanın vaxtında görüb qarşısını almaq insan həyatını xilas etmək kimi bir şeydir. Amma baby blues normalda doğan qadında hardasa 2 gün, 3 gün keçəndən sonra hamiləlik vaxtı onun bədənində olan hormonlar onu başlayır tərk eləməyə və o bərpa devrinə keçir və ay yarımına qədər, ola bilsin 3 ayında, 6 ayında, yaşına qədər baby blues deyilən bir vəziyyət yaranır. O hormonlar onu tərk etdikcə biraz elə bil o qəmginlənir, ağlamağa meyilli olur. Çünki bütün fikirlər indi yönəlib körpəyə.
Hamı indi körpə ilə maraqlanır və çox böyük bir məsələdir ki, yeni doğan ana ilə çox az məşğul olurlar ailələrdə və sizin həmən o dediyiniz kişinin rolu burada da yenə də hazırlıqlı kişi bilir ki, onun çox böyük rolu doğumdan sonraki devirdədir, xanımına yardım üçün. Çünki o anadır, yeni statusdadır, ailədə iş güc çoxdur indi, körpə çox energiya tələb eləyir, resurs tələb eləyir, vaxt tələb eləyir və bunun üçün o baby bluzu depressiya ilə biraz səhv sala bilərlər, amma bu normal haldır və keçir. Düzgün qulluqda keçir. Özünüz Nara xanım, özünüz belə deyim də, bu dövr, doğuşdan sonraki dövrdə də dəstək olursunuz. Ən böyük iş bəli doğuşdan sonraki. Yəni doğuşla bitmir bu. Doğuşla bitmir, xeyr. Doğum sonrası bərpa çox vacibdir və çox vaxtı tələsirlər ki, tez formalarıma qayıdım, özümə gəlim. Bu düzgün yanaşma deyil. Nə qədər hamiləlik vaxtı sağlam hamiləlik keçirsən və həmən o fiziki hazırlığa gələn, düzgün qidalanan, psixoloji durumla normal tanış olanlar doğum sonrası bərpanı çox rahat keçirlər. Doğum sonrası və doğuş sağlam keçiriləndə, doğum sonrası bərpa yaxşı keçiriləndə qadının bütün gələcək həyatının sağlamlığıdır. Həm də depressiyaya düşmürlər də. Depressiyada, bəli. Depressiyanın qarşısı alınmalıdır da, bəli. Onun siqnalların vaxtında görmək lazımdır. Depressiya haqqında belə 10 dəqiqə, 15 dəqiqə danışmaqla deyil, əməlli başlı bunun üçün bəli, böyük, geniş bir məlumat vermək. Bəli, böyük, geniş mövzudur. Çünki depressiya 3-cü yerdədir qadın xəstəliklərinin. Hətta. Bəli, 3-cü yerdədir. 50% xəstələrin müraciət etmir, bilmir və bu halda yaşamağı davam eləyir. Bəli, çox vaxtı xəstə özündə bunu görməyə bilər. Ətrafı buna görə çox bəli diqqətli olmalıdır ki, məlumatlı olmalıdır ki, əsasən də bu əlbəttə ki, qadının ətrafına aiddir də, ətrafında olanlara aiddir.